Burada oturan alçaqda deyir ki, Rus dili bizə deyir, ziyan gətirməz. Gətirməz hər dəqiqədə düşmüsən ortalığa. Hə? Və deyirsən ki, mən ora girməsəydim. Heç danışa bilirsən öz dilində. Biz bu sözü niyə deyirəm? Mən çünki mənə deyirlər ki, Kamran hamı ayaslara dedim, valla bildirdiniz də öz münasibətinizdə, dediniz də sözünüzdə. Ondan bir nəticə çıxartmayacaq onu təbii ki, onun kimilər də. Amma dediniz də, əksərə bilirsiniz, deyim də. Və ya dedim də elə. Balaca bir replik ilə dedim də. Mən ora girmişdim deyir, girməsəydim mən nə olacaqdım. Böyük girmirsən, sən nə olmuşsan ki? Sən rejissorsan ümumiyyətlə. Aya bax Mustafa Əldaşıb deyərəm, o film çəkib bu boyda. Sən nə Tağızadə, sən nə Arif Babaçı, nə çəkimsən sən? Elə girmirsən, orada da qalmısan da. Hara girmirsən ki sən? Bizim Rus dilindən bizə deyir, nə deyir? Qəsəbə deyir. Allah, Pasovka Kirov deyir sonra neçə ildir. O təhlükədir. Burada rajok, orada fortuşka, orada vareynə. Təhlükədir bu. Dilimi məhv edib. Hər dəqiqədə faşiyanın adını, maşın çökəyə düşəndə də daha bilmirsiniz harada onu işlədəsiniz. Elə mən də sizin üçün, bizim bütün dilimizi korlayın. Görürsünüz münasibəti. Türklüyü həmişə məhv etməyə çalışırlar. Türklük onların əsas qorxusudur.